Mən Naxçıvan deyirəm, Bakıdan gəlmişəm. Yəni universitet oxumaq üçün gəlmişdim bura. 5-ci ildə artıq burdayam. Bura mənə öz evimdən daha doğma olub. Amma sıxıcıdırmı? Hə, sıxıcıdır. Müəyyən qədər təbii ki, inkişaf var, dəyişiklik var. Çünki 4 il əvvəlki Naxçıvandan indi eyni deyil. Amma dəyişiklik də odur ki, sadəcə restoran, kafe sayı biraz artıqdır. Eyni iş, eyni güc, biraz sıxıcı olur. Uşaq üçün böyük məkanların açılmasını istəyirdim. Böyük AVM-lər, onların rahat bir şəkildə oynayacağı çox böyük bir şeylər yoxdur. Naxçıvan mənim üçün çox doğma yerdir. Mənim üçün ən sakit, yaşanılası yerdir. Nahçıvan'ın bir yollarını beğendim. Temiz ama onun dışında pek bir şey yok ya. Sevmediğim yanları biraz soğuk. Bir de eğlence yerleri yok. Bir köyünde pazar var. Orası da boştur. Bir şey yok. Sadece spor salonu var. Bir spor salonuna gidiyorum. Yani biraz genişlese, öğrenciler için aktivite yerleri artsa daha güzel olurdu. Trafik olarak rahat biraz daha ama eğlence mekanları falan hiç yok. Şehir biraz küçük ama gene de güzel, düzenli bir yer. Starbucks olabilir, Burger King olabilir, bazı işte fast food zincirleri olabilir. Buraların insanı yaşlı insanlar, güzel insanlar. Tabii daha yeniyiz biz de, daha yeni geldik. Birinci kitabxanaların olmağını istəyirəm. İstədiyim kitabları tapmaq istəyirəm və tapdığım kitabları oxuduq. Sonra onları müzakirə eləmək istəyirəm dostlarla. Futboldan gəlirik. Daha yaxşı stadionlar açılmasını istəyirik. Ən azından mini stadionu oynamaq üçün, əyləncə üçün. Heç olmasa yeri düzgün olsun, çıxanda bir duş ola bilər. Burada oynayırıq, həm pis kimdə çıxırıq, tərli eləyir və parklar olsun ki, içində idman alətləri olsun, uşaqların gələ biləcəyi filan. O da şəhərdə bir dənə iki yerdə var ya yoxdur. Naxçıvanda gənclər üçün əyləncə mərkəzləri biraz azdır. Bakıdan və digər yerlərdən fərqli olaraq biz uşaqlarla toplu bir oyun oynayacağımız ümumiyyətlə yer yoxdur. Mafiya oynayacağımız tək yer, yəni bağdır. Havalar da soyduğu üçün artıq orada da oynamaq mümkün deyil. Sırf mafiya üçün bəzi oyun yerlərinin açılmasını istəyərdim.